Gəlinim, sən yaxşı gəlin olmasan da, ancaq mənim oğlum üçün gözəl xanımsan. Yaxşı anasan, savadlı xanımsan. Düzdür, bir-birimizi anlaşılmamışıq, bir-birimizi başa düşməmişik. Niyə günüz xoşlar yaxşı olmuşam da? Yaxşı olubsan, yəqin ki, indi haradasa da elə bir anlaşılmazlıq olub. Yəni, tez hirslənən idin, tez söz götürən deyil idin, ki, böyük görümünə deyil. Bax, belə xasiyyətlərin var idi. Ancaq indi bəlkə də... Bir-birimizə uyğun gəlmirdi yaxı dediyimiz sözlər. Sən başqa şey deyildin, anlaşılmazlıq onu deyirəm da. Sən istəyirdin ki, sən istəyirdin ki, mən sən deyən yolla gedeyim, mən düşüncələri başqaydı. O vaxtda bizim adətimiz belə idi. İndiki maşallah, indiki gəlinlərlə də yenə də qaynənələrə deyərəm ki, ayaqlaşmaq lazımdır. Balalarının xətirəsi üçün. Nətər deyim, 100 səhv cəhətini görürsə də qaynənələr üstünü vurmasın. Görsünlər, amma görməməzliyə vursunlar. Yəqin ki, mən də anlaşılmazlıq eləmişəm, elə bil başa düşməmişəm, amma sonra demişəm ki, yox, gördüyümü görməməzliyə vurardım. Bax belə. İndi maşallah, baxıram, valla evinə gəlirəm, hər şeyin öz yerində, öz qaydasında, məni yaxşı qarşılamağın, hər şeydə valla çox razıyam. Yəqin onu bir yerdə Yəqin ki, onda problemlərimiz var idi. İndi mən səni ad günü münasibətilə ürəkdən təbrik edirəm. Sənə həyatda uzun ömür, xoşbəxtlik, can sağlığı arzulayıram. Oğluma gözəl həyat yoldaşısan, gözəl anasan. Nə qədər arzularınız var, həyata keçsin, cin olsun, o balanız atalanalı böyüsün. Qaynənələrə də sözüm odur ki, indiki devrin gəlinlərini yola verməlidirlər. Yüzünü görsələr də görməməzliyə vursunlar. Yəni, dindi fır. Təbrik edirəm yenə də. 56 yaşın mübarək. Çox